Özdə Quranda ayə var. Şeytan təmənna eləyər ki, peyğəmbərləri neynəsin? Vəsvəsə eləsin, onları yoldan çıxarsın. O ayə var Quranda. Deyir, hər vaxt biz istədik gərək zərər verək, o zəmanənin peyğəmbərinə bir nəfər gəldi, neynədi? Müdafiə elədi onu. Bir nəfər gəldi, müdafiə elədi. Dedik, bəlkə sonraki peyğəmbərdir. Ki, o da olmadı. Sonraki peyğəmbərdə, axırıncı peyğəmbərdə sənsən, bizim o 123.999 peyğəmbəri müdafiə eləyən adam kimdir, biz onu görmürük. Bəs bu kimdir? Bir Əli əleyhissalam oturmuşdu, başını salmışdı aşağı, Həzrət dedi ki, bəlkə budur. O cindir, 2 metrə tullandı, dala qışqırdı ki, and olsun Allahın izzəti cəlalına, Allahın izzətinə də inanırlardı. Onlar şeytan dedi, fəbi izzət gəlvəq və nəhməzməyin, dedi, bu idi. Dedi, bu kimdir? Həzrəti Peyğəmbər orada 16 ya 17 dənə sifət sayır Əli əleyhissalam üçün. Ki, bu filan kəsdir. Və bundan başqa nə qədər istə söz belə də indi bu kəramətdən, bu vilayəti təkvinindən danışmaq olar. Bəhsiniz bundadır ki, Həzrət Süleymana Allah Teala hökumətin bəzi xüsusiyyətləri ki var idi, o xüsusiyyətləri ki vermişdi ona, ona görə özəl hökumət idi. Məsələn, lazım oldu gəlib Qüdsə çatmaq, gəmilərə mindilər, gəmiləri külək götürdü, gətirdi ora. Deyirəm, bu vilayəti təkvindir. Bunu Allah Teala öz o seçdiyi bəndəsinin hamının ixtiyarında qoyar. Amma Həzrət Süleymanın hökumətinin özəlliyi bundadır ki, küləkdən də, şanapipikdən də, ifritdən də istifadə eləyirdi. İmam Zamanın hökumətinin özəlliyi bundadır ki, Süleymanın hakimiyyətindən böyük olacaq hakimiyyəti, ətrafı, əhatə dairəsi çox olacaq.